Oktyabrın 1-dən bazarlarda bəzi şəxslərin fəaliyyətinə qadağa qoyulacaq. Belə ki, icarəçilər yalnız obyektlərini vergi orqanında qeydiyyatdan keçirdikdən sonra işlədə biləcəklər. Biz satdığımız mallardan bütün marketlərdə satılır. Küçə alverində, küçə bazarlar var, satılır. Biz həmin səviyyədə alver edə bilmirik ki, o vergini də verək. Yer pulu zorla ödeyirik. Əksəriyyəti bazarla vidalaşacaq. Vallahi biz də eşitmişik elə bir söhbət. Amma münasibətimiz çox pis. Biz nə satırıq ki, vergi də verək? Bizim nə bazarımızda canlanma var ki, bizim bazarımızda nə boyda məbləğ qazanırıq ki, biz vergi də verək? Burada nə vergi verəcəyik? 1 manat, 2 manat çörəyimizi zulümdən çıxardırıq. 5 dənə şalvar alır, gəlir onun biri, ikisi manat kəsdirir, 2 manat, 3 manat pul qazanılan. Burada nə vergi verəcəyik ki? Məlumatımız var, hətta bir il öncə bu məlumat verilmişdi bütün sahibkarlara. Sezon vaxtı yəni raskodu çıxardırıq, amma qalan vaxtları biraz çox çətinlik çəkirik. Sadəcə indi baxacaq da görəcək çətinlikdir, çıxarda bilmirik, raskod çıxartmır, məcburuq bağlayaq, dayandıraq. Dövlət Vergi Xidmətinin əməkdaşı Günel Bəhram qızının sözlərinə görə dəyişikliklər kənd təsərrüfatı məhsulları satılan açıq bazarlara və kənd təsərrüfatı korporativlərinə aid deyil. Yeni qərar yalnız bazar daxilində yerləşən obyektlərdə, mağaza və kök kimi yerlərdə satış edənlərə aiddir. Bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və vöyündə göstərilən məlumat da yerləşdirilməlidir. Bu dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək. Bazarlarda uçotsuz fəaliyyətinin qarşısını alacaq. Bu isə öz növbəsində icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanuna uyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq. İqtisadçı Rəşad Həsənov bildirir ki, bazarlarda təsərrüfat obyektlərinin girişində müvafiq məlumatlar qeyd edilməzsə, qeyri-kommersiya sahibkarlıq subyektləri 40 manat, sahibkarlıq subyektləri üzrə 400 manat məbləğində cərimə tətbiq ediləcək. Əgər obyektin ümumiyyətlə vergi orqanında qeydiyyatdan keçirilmədiyi aşkarlanarsa, cərimə məbləği daha yüksək olur. 2025-ci ilin oktyabr ayının 1-dən etibarən qüvvəyə minən vergi məcəlləsinin müvafiq maddələrinə əsasən bazar mülkiyyətçiləri vergi orqanlarında qeydiyyatdan keçməyən sahibkarlıq subyektləri ilə icarə müqaviləsi bağlaya bilməzlər və bu halın pozulmasına görə bazar mülkiyyətçilərinə münasibətdə birinci dəfə 2000 manat, ikinci dəfə 3000 manat, üçüncü dəfə 6000 manat olmaqla sanksiyalar müəyyən edildi. Bundan başqa iqtisadçı onu da əlavə etdi ki, dəyişikliklər bazarlarda qiymət artımına səbəb ola bilər. Bu artım sahibkarların hansı vergi ödəyicisi kateqoriyasına aid olmasından asılı olacaq.